Birinci, mən bilmirəm kim onlara ekspert adı veribdir. Neçə il onlar ali məktəbdə, orta məktəbdə dərs deyiblər, hansı məqalələr yazıblar, hansı beynəlxalq konferanslarda çıxış ediblər. Facebookda nəsə yazan bu ekspertdirmi? Ya da sosial şəbəkədə, ya da TikTokda bu ekspertdirmi? Təhsili nədir? Adı, familiyasını desin, neçə, hansı ildə, hansı ali məktəbi bitiribdir, mən də deyim ki, neçə balla ora qabıl olmuşdur. Bu da mümkündür, axı, biz bunu demirik, biz bu şəxsi məlumatdır, desin də kimdir bu? Necə o təhsil eksperti olubdur? Bu yanaşma, yəni də təkrar edirəm, bizim ətrafımızda müəyyən demək, qruplar var ki, özlərini məşhurlaşdırmaq üçün, özlərini ictimaiyyətə tanıtmaq üçün, nəsə bir imaj qazanmaq üçün və ya da bəlkə də biraz para əldə etmək üçün belə demək çıxışlar eləyirlər.